Salam, hər birinizi yenidən burada gördüyüm üçün çox şadam. Artıq uzun bir müddətdir ki, YouTube çəkmirdim və özüm də darıxmışdım. Ümid edirəm ki, hər şey yaxşıdır və bütün işləriniz qaydasındadır. Bugünkü mövzumuz bir qədər fərqlidir və genişdir. Çalışacağam ki, bütün fikirlərimi tam olaraq sizə çatdıra bilim. Bugünkü mövzumuz insanlar niyə tək qalmaqdan qorxurlar və ya bunun əksinə niyə tək qalmağı istəyirlər, seçirlər, seçim kimi görə bilirlər. Hansı ki, bəzən bu öyrənilmiş çarəsizlik də olur. Bu haqqda da danışacağam. Son dövrlərdə sosial şəbəkələrdə ən çox trend olan mövzulardan biri də budur ki, tək qalın, tək səyahətə çıxın, özünüzdən zaman keçirin və s. və s. və s. Və bu bəzən insanlara yanlış təqdim olunur, bəzən isə doğru təqdim olunur, amma insanlar yanlış tərəfdən qəbul edə bilir bu mövzunu və əslində yalnızlıq nədir? Hansı situasiyada yalnız qalmalıyıq, hansı situasiyada insanlarla zaman keçirməliyik? Ümumiyyətlə bu balansı necə qorumalıyıq? İlkin olaraq bunu qeyd etməliyəm ki, insan sosial bir varlıqdır. Bizim həm çox sosiallaşmağa, həm də zaman-zaman yalnız qalmağa ehtiyacımız var ki, balans tənzimlənə bilsin. Amma hansı hallarda və necə? İlkin olaraq qəbul etməliyik ki, insanın payına həm yalnızlıq düşür, həm sosiallaşmaq düşür. Qalmaq da bir seçim ola bilər. Hər nə qədər necə ki biz istəyirik və sosiallaşırıq, bizim bir çevrəmiz var, zaman tapdıqca dostlarımızla görüşürük, onlarla müəyyən, belə deyim də, aktivitelər eləyirik. Bunun kimi yalnız qalmaq, tək qalmaq, insanın özündən zaman keçirmək də bir seçimdir. Seçim ola bilər, bu normaldır. Amma təbii ki, nə qədər və hansı sərhədlər daxilində. Da incə bir sərhəd var, belə deyim ki, yalnızlıq və tənhalıq arasında. Ki, az öncə qeyd etdiyim kimi, yalnızlıq bir seçim ola bilər. Bəs tənhalıq? Bildiyimiz kimi, tənhalıq hansı düşüncədən yaranır? Tənhalıq o zaman yaranır ki, insanın beynində bu şəkildə bir sxema olur ki, heç bir insan yoxdur ətrafımda, heç kimlə kontakt qura bilmərəm, ünsiyyət qura bilmərəm və bunun bərabərində anlaşıla bilməmə duyğusu, başa düşülə bilməmə duyğusu gəlir ki, heç kim məni başa düşmür və anlamır və bu özlüyündə yalnızlıqdan tənhalığa gətirir. Təbii ki, psixologiyada bununla bağlı araşdırmalar var. İndi mən onun birini deyəcəm sizə. Məşhur psixoloq Robert Weiss 1973-cü ildə sosiallaşma və tənhalıqla bağlı bir araşdırma aparır. Araşdırmanın nəticəsində məlum olur ki, tənhalıq heç bir şəkildə insan ünsiyyətinin və insan münasibətinin olmaması kimi qəbul edilmişdir. Bununla bərabər Robert Weiss qeyd edirdi ki, insanın tənhalığı da fərqli kateqoriyalara bölünə bilər. Yəni, necə ki, mənim, belə bir misal verəcəm, mənim travmamla digər bir insanın travması eyni deyil. Həmçinin mənim tənhalığımla digər bir insanın tənhalığı da eyni deyil. Amma ümumilikdə onu iki kateqoriyaya bölür. Birincisi, cəmiyyət tənhalığı, ki, sosiumdayıq, cəmiyyətdəyik, sosial bir mühitdəyik, amma özümüzü çox yalnız hiss edirik, tənha hiss edirik. Digəri isə duyğusal tənhalıqdır. Bu da bizim birbaşa duyğularımızla bağlı. İzah edəcəm hər ikisini. Birinci başlayaq duyğusal tənhalıqdan. Hansı ki, duyğusal tənhalıq birbaşa bizim güvən hissimizlə bağlı olur və həmin o güvəndiyimiz bir fiqurun olmaması nəticəsində ortaya çıxan bir duyğudur, bir bildiyim də tənhalıqdır. Amma cəmiyyət tənhalığı, cəmiyyətdə yaşadığımız tənhalıq isə bunun əksinə aid ola bilməmə duyğusundan yaranır. Hansı ki, biz özümüzü heç bir cəmiyyətə, heç bir sosial birliklərə, belə deyilir də birliklərə, topluma aid hiss eləmirik. Orada bir aidlik duyğumuz olmur və bunun bərabərində də başa düşülməmə duyğumuz olur. Bundan əlavə olaraq biraz da qaranlıq və səssizlikdən danışmaq istəyirəm. Hansı ki, qaranlıq və səssizlik bizim tənhalığımızı göstərən iki metaforadır. İnsan yaradılışının kökündə də elə bu iki qorxu duyğusu yaranır, qaranlıq və səssizlik. Bəzən biz bu iki qorxunu, yəni səssizlik və qaranlığı çox şiddətli bir şəkildə hiss edə bilirik. Amma bir çox hallarda, %100 demirəm, amma bir çox hallarda qarşılaşdığımız qorxular kimi bu qorxuları da bastırmağa çalışırıq. Müxtəlif səbəblər tapırıq, müxtəlif bəhanələr tapırıq. Sonra həll edərəm, yox, bu belə deyil, mən səhv hiss eləmişəm və bunları bastırmağa çalışırıq. Amma
İnsan yaşadığı dönəmdə, yaşadığı həyat prosesində onun dayanmağı, onun özünün fərqində olmağı, özünün, mən hər zaman deyirəm, özünüzü analiz edin. Fərqi yoxdur hansı metodla, yazmaq olsun, danışmaq olsun, qoyun güzgünün qabağınıza, danışın saatlarla, açın kameranı, video çəkin, özünüzə tək qala biləcək bir mühit yaradın ki, özünüzlə açıq və dürüst danışa biləsiniz. Çünki bizim elə birinci özümüzə dürüst olmağa ehtiyacımız var. Bu bədəndə və bu ruhda nə hiss etdiyimizi, nə hiss etdiyini, nə hiss etdiyimi məndən başqa bilən yoxdur. Buna ən düzgün yanaşmanda mən eləyə bilərəm. Bəzən biz düzgün münasibətlə, ünsiyyətlə, psixologiya ilə özümüzə yaxınlaşa bilmirik. Amma bunun üçün qeyd etdiyim kimi bir dayanmaq lazımdır, suların durulmağı üçün. Ondan sonra özümüzlə realist danışmaq və düzgün münasibətin qurulması. Ən birinci bu vacibdir ki, həmin o özümüzlə qurulan münasibətdə müəyyən çatlar varsa əgər, bunun səbəbkarı başqaları olur. O çatları birləşdirmək üçün başqa insanları axtarırıq, başqa cəmiyyətlərə, başqa belə deyim də, məkanlara qaçırıq. Amma çox sadə və sakit bir halda özümüzlə oturub danışmaq ən böyük dəstək və ən böyük kömək ola bilər. Biz istəyirəm biraz yalnızlıqdan danışaq ki, bizi hal-hazırda yalnızlığa, belə deyək də, məcbur qoyan, yalnızlığa itələyən nədir? Qəbul edə bilərik ki, bu fərdiləşmə və bu texnologiyanın inkişafı bizi müəyyən qədər yalnızlığa itələyir və məcbur qoyur deyək. Çünki indi hər kəsin müəyyən qədər belə bir düşüncəsi var ki, terapiyadansa ChatGPT ilə danışıram ya da müəyyən texnoloji vasitələrlə danışıram. Onlar məni daha rahat başa düşürlər, amma biz insanıq və insanın hər zaman bir insana və ən önəmlisi bir mütəxəssisə ehtiyacı var. Qəbul edirəm ki və etməliyik ki, süni intellekt inkişaf eləyir, amma nəticəsində bizim bir yaradılışımız var və heç bir şəkildə onu inkar edə bilmərik. Bu da belə. İndi sizə biraz da autofobiyadan danışmaq istəyirəm. Bu nədir? İnsanın tək qalmaq, tənhalıqdan danışmıram burada, yalnızlıqdan danışmıram. Sadəcə tək qalmaqdan qorxmasından danışacağım və bunu biz psixologiyada autofobiya deyirik. Necə yaranır, hansı səbəblərdən yaranır və necə həll etmək olar? Birinci başlayaq ki, ilkin olaraq necə yaranır? Psixologiyada bunun xüsusi bir səbəbi yoxdur və hər bir insanın az öncə qeyd etdiyim kimi fərqli travmalar olduğu üçün bunun da fərqli səbəbləri ola bilər. İndi sizə bir neçə misal deyəcəm. Məsəl üçün, uşaqlıq dövründə valideynlərinin birinin itirilməsi ola bilər və ya hər ikisinin itirilməsi ola bilər. Müəyyən bir itkinin baş verməsi, boşanmış ailənin uşağı olmaq və bu prosesi izləmək, istismara məruz qalmaq, ailəçi şiddətə məruz qalmaq və digər müxtəlif travmanın şiddətinə və səviyyəsinə görə səbəblər də dəyişə bilir. Və özünü necə göstərir? Özünü həm psixoloji, həm də fizioloji olaraq göstərir. Fizioloji olaraq daha çox titrəmələr baş verə bilər, tərləmələr baş verə bilər, ürək sıxıntısı baş verə bilər, nəfəs darlığı, baş fırlanması, daha sonra ağız quruması və s. bu şəkildə özünü göstərə bilir və bundan başqa bir çox fizioloji əlamətləri var. Bu kimi fobiyalarda biz adı üstündə fobiyanı görürük, təşviş həyəcan pozuntusunu görürük. Bəzən bu panik atağa qədər gedir, çıxır və biz nəticədə panik ataqla qarşılaşa bilirik. Əgər qeyd etdiyim kimi səviyyəsi çox yuxarıdırsa. Bərabərində tək olmaqdan qaçınma. İnsan daima tək qala bilmir, otaqda tək yata bilmir. Mütləqdir ki, kimlərsə yatsın. Bir məkandadırsa çoxlu insanların olmağını istəyir. Adı üstündə də tək olmaqdan bu insan qorxur. Necə həll etmək olar? İlkin olaraq təbii ki, bir psixiatr tərəfindən diaqnozun qoyulması, sonrasında psixoterapiya, bununla bərabər meditasiyalar və düzgün təsdiq olunmuş, qəbul edilmiş bir terapiya üsulu. Bugün sizə biraz tənhalıqdan, biraz yalnızlıqdan, biraz autofobiyadan danışdım. Ümid edirəm ki, bacardığım qədər, əlimdən gəldiyi qədər sizə bilgilərimi ötürə bildim, praktik təcrübələrimi ötürə bildim. Növbəti YouTube videolarında görüşək.